Sizcə tıxacları ayını aradan qaldıra bilər və ya digər nazirliklər? Mən sizə bir sual verəcəm. Siz nə vaxtsa öz verilişinizdə hansısa dövlət qurumunun bəli biz səhv etmişik etirafını eşitmisinizmi? Aparılan tədqiqatlara görə tıxacları sadəcə bir qurum yox, bir neçə qurum və ya nazirlik bir araya gələrək aradan qaldıra bilir. Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və ya fərqli nazirliklər ola bilər. Bizim üzərində duracağımız nazirlik isə Təhsil Nazirliyidir. Çünki bölgələrdən Bakıya gələn məktəblər və ya tələbələr əsasən bir ehtiyacdan irəli gəlir. Bu ehtiyacın ortaya çıxarılması lazımdır ki, niyə görə Sumqayıt sakinləri Bakıya gəlirlər? Odur va taksi. Niyə? Riyaziyyat üçünmü, kimya üçünmü, fizika üçünmü, yoxsa rus dili üçünmü və ya kollec üçünmü? Bunu aydınlaşdırdıqdan sonra oradakı məktəblərdə bunu düzəldib, bu məsələni aradan qaldırmaq olar. Şəhərin girişində olan digər bölgələrimiz üçün də keçərlidir və eyni zamanda Bakı kəndləri üçün də keçərlidir. Məsələnin başqa bir tərəfi isə, bunun da nümunələri çoxdur, Qərbdə və yaxud da qardaş ölkə Türkiyədə universitet şəhərcikləri yaratmaqla. Çünki şəhərdə 10 minlərlə tələbə var və bu tələbələrlə bərabər gələn bölgələrdən insanlar var. Bu insanlar bu tələbələrə mal və ya xidmət təmin etmək üçün gəlirlər. Və əgər şəhər mərkəzində olan universitetləri bölgələrə köçürsək, o zaman tələbə şəhərcikləri yaranacaq və bölgələrdə də o tələbələrə xidmət vermək istəyən vətəndaşlar o ərazilərdə məskunlaşacaq və ya iaşə obyektlərini orada açacaqlar. Bəs sizcə tıxacların qarşısını almaq üçün nə etmək lazımdır?